Videomuzda hər birinizi xoş gördük gənclər. Bugün sizə hər zaman olduğu kimi telefonla pul qazana biləcəyiniz yeni istifadəyə verilən bir sayt göstərəcəm. Saytdan pul qazanmaq asandır və qazanclar dəyişə bilər. Məsələn, sizin istifadə eləməyinizə bağlı olaraq gün ərzində 5 manat da qazana bilərsiniz, 25 manat da qazana bilərsiniz. Bu qazanc dəyişkəndir. Məndə təxminən hardasa 23-24 manat olur. Ümumiyyətlə videomuzun daxilində saytdan pul qazanmaq və yaxud pul çıxarmaq, daha çox qazanc üsulları, həmçinin yatırımsız da qazanmağı göstərəcəm sizə ki, ağlınızda heç bir sual işarəsi qalmasın. Beləliklə hər şeyi başa düşmüş olasınız. Saytımız budur. Valero Vak Enerji deyə bilərsiniz. Linkini verəcəm videonun altında. Həmin linkdən birbaşa giriş edə bilərsiniz. Nəsə bu benzin, petrolla falan bağlı belə bir şey qruplar. İndi hamısına baxacağıq biz. Qazanc üsulları bunlardır. Həm yatırımsız mümkündür, həm də yatırımlı. İndi bunların fərqini izah eləmədən əvvəl onu sizə deyim ki, mining saytlarında fərqi yoxdur bu və ya başqası. Hər zaman risk var. Yəni ola bilər siz bu tip saytları istifadə eləyərsiniz, yəni yatırım eləyərsiniz, məsələn 100 manat. 5 ay, 6 ay pul qazanarsınız. Həmin 100 manatınızı 1500 manat kimi geri çıxardarsınız. Ola bilər tam tərsi. Yatırım eləyərsiniz, bir gün sonra sayt bağlanır. Yəni belə şeyləri nəzərə alın, ondan sonra istifadə eləyin. Deməli, burada yatırımsız pul qazanmaq üçün heç bir şey əslində ehtiyac yoxdur çox. Baxın, buna sizə verir. Gündəlik bizim pulla 50 qəpik. Gündəlik 50 qəpik bunu yatırımsız verir və siz referans da bura dəvət eləyib, referans qazancları ilə bunu artırıb çıxarış edə bilərsiniz. Referansdan da bəhs eləyəcəm sizə. Bu heç, bu getdi işinə. Amma biz yatırım eləsək, gündəlik qazancımız çox olur. Məsələn, gəlin buradan daha yaxşı göstərim. VIP 2 var burada. Ya, VIP 3 var, nə bilim 4 var. İndi mənim balansımda hal-hazırda olan pulu göstərə bilmirəm, çünki almışam o paketi artıq. Nəsə. Yəni buradan bir göstərəm sizə. Deməli, 8 dollar yatırım eləyib, gün ərzində 3 dollar qazana bilərsiniz. 8 dolların qarşılığında. Başa düşə bildiniz? Burada məndə təxminən, baxın budur. Gün ərzində 13 dollar pul verir mənə. Amma minimum siz 8 dollar yatırım eləməklə 3 dollar da qazana bilərsiniz. Və yaxud bundan başqa 119 dollar yatırım eləyib, gündəlik 39 dollar qazana bilərsiniz. Belə deyək də, sizin pulunuzu 3-4 gün ərzində geri qaytarırlar. Yəni yatırım etdiyiniz məbləğ 3-4 gün ərzində çıxmış olur. Artıq siz 3-4 gündən sonra nə qazansa sizin xeyrinizədir. Belə paketlər çoxdur burada. Nə bilim, yəni 300 dollar verəndə sizə gündəlik 99 dollar verir. Paketin dəyəri artdıqca onun bizə qazandırdığı pulun miqdarı da artır. Belə düşünə bilərsiniz bunu. Amma təbii ki, sizin gəlib bura 2000, 3000, 5000 yatırım eləyəsiniz. Heç məsləhət də görmərəm. Mən sizə həmişə bildirirəm. Mining saytlarına qoymaq olar maksimum 50 dollar, 100 dollar, yəni belə. Belə qazanc bəs eləyir, yəni bu tip yatırım. Bəs yaxşı, necə eləmək lazımdır ki, bunları alıb istifadə eləyək və pul qazanaq? İlk növbədə birinci biz balansımızı artırmalıyıq. Recharge bölməsindən. Gəldik bura. Burada bizə yatırım üsullarını göstərir. BEP20, TRC20 USDT, Tron coin'i var, BNB coin'i var. Bizə əsasən burada lazım olur, məsələn, TRC20 USDT. Sizə verilən bu adresə, baxın burada belə bir adres var. Bu adresə pulu göndərirsiniz. Pulla göndərəndən sonra Recharge Complete. Bu göy bölməyə klik edirsiniz. Artıq pul təsdiq olur, köçür balansınıza. Yəni yatırım eləməyin qaydası bu cürdür. Hər hansısa başqa bir ekstra bir tələb falan yoxdur sizdən. Və ortalama da 2 dəqiqə, 3 dəqiqə gəlir hesabınıza pul sizdən çıxandan sonra artıq başqa bir işimiz yoxdur. Pul balansımıza gələndən sonra qazanc əldə etməyə başlaya bilərik. Tutaq ki, pul gəldi, gəlirik buradan pulumuz çatan miningi aktiv eləyirik. Aktiv eləyəndən də sonra sol altda task var. Task bölməsinə gəldim, tapşırıqlara. Burada gündə bir dəfə bizə belə bir tapşırıq verir pul qazanmaq üçün. Bir dənə burada to complete sözünə vurmaq lazımdır. To complete sözünə klik edirəm. Fırlanır. Əla. Bizim gündəlik pulumuzu verdi. Bir də mən bunu ala bilərəm normalda 24 saatdan sonra. Amma indi mən bunu dünən də almamışam deyə 8 saat qalıbdır. Siz bunu yəni yuxarıdakı saatdan
görəsiz də özünüz onsuz da neçə saatdan sonra sizə bir də pul verəsidir. Yəni bunun hamısını görəsiz. Pul qazandıq. Baxın, gəldi hesabımıza. Yatırım elədiyim məbləğ kilitli qalıbdır. Ona deyə bilmirəm. Amma bizə əsas lazımdır ki, gündəlik qazancımızı çıxardaq. Withdraw deyirəm. Burada miqdar yerinə yazıram. 13 dollar. Buraya isə baxın, məndən B-Primi adresimi tələb eləyir. Ona görə adres yerinə B-Primini yazmalıyam. Gəlirəm Binance-dan. Binance-da burada depozit deyirəm. USDT. B-Primini seçirik. Əla. Və adresimizi yapışdırıb confirm deyirəm. Pul çıxarışımız təsdiq oldu. Təxminən 1-2 dəqiqəyə pullar gələr. Ona kimi gəlin mən sizə başqa bölmələri izah edeyim. Məsələn, biz yatırımsız pul qazanmaq gördük ki, gündəlik 50 qəpik pul verirlər. Və siz burada baxın. Bu sizin referans linkiniz, referans kodunuzdur bu bölmədə. Biz bu linkləri məsələn dostumuzla paylaşsaq, deyək ki, və yaxud dostumuzla yox, ümumiyyətlə Facebook qrupunda paylaşarıq, Telegram qrupunda falan paylaşdıq. Kimsə bizim linkimizdən qeydiyyatdan keçəndə o adam bizim referansımız olur. Və referansımız sayta yatırım eləyəndə sayt bizə bonus verir. Misal üçün bizim referansımız gəldi bura 50 dollar pul vurdu. Sayt bizə bunun 10%-ni, yəni 5 dollar bonus verir. Artıq siz 5 dollar referansdan qazandınız deyək ki, bir referansdan. Və burada da yatırımsız pullarınız yığılır. Normal, yəni 20-30 manata çatdırıb çıxarış edə bilərsiniz. Belə. Bundan başqa saytın müştəri dəstəyi var. Telegram müştəri dəstəyi. Bir dənə giriş eləyək. Həmçinin kanalları da mövcuddur. Açılsın. Aha. Bu, bunların müştəri dəstəyidir. Tutaq ki, şifrənizi unudarsınız və yaxud hər hansısa bir qlobal problem baş verər. Nə bilim, pulunuz itib batarda belə. Bu zaman müştəri dəstəyinə yaza bilərsiniz. Yəni, nə qədər ki, sayt aktiv işləyir, bağlanmayıbdır, müştəri dəstəyi də köməklik eləyir. Artıq pulumuz da köçdü Binance-a. Baxın, deyir, deposit successful, 13 dollar ödəmə aldıq. Hər hansısa bir sıxıntı yoxdur. Normal şəkildə ödəmə eləyirlər. Çıxarış da təsdiq olunubdur. Yəni, belə ödəmə sübutunda onsuz da görürsünüz özünüz. Məncə, qaranlıq qalan bir yer yoxdur heç kimə. Hər şey başa düşüləndir. Yatırımsız da göstərdik. Paketlərə də baxdıq. Sizin də vaxtınızı çox almayım. Bu qədər gənclər. Başqa bir sualınız olsa müştəri dəstəyini yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.